Orucluq və ixlas, yaxud da oruç tutmaq və xalisləşmək elə bir əməl ki, məni özümə qaytarar. Məndən uzaqlaşmış bir məni həqiqi mənə, yəni özünə qaytarar. Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Orucluğun faydaları və həqiqi fəlsəfəsi barəsində bəhslərimiz davam edir. Keçən bəhsimizdə Quran ayəsi və orucluqla təqvanın yaxınlıq və əlaqəsi və bu əlaqənin fəlsəfəsindən danışdıq. Amma bugün orucluqla ixlasın əlaqəsi nədir? Buna bir neçə hədislə diqqət edəcəyik və məni mənə necə qaytarır və niyə qaytarır? Buna toxunacaq. Allahın Rəsulu belə buyurur. Qaləllahu təbarəkə və təala. Buyurur ki, Allah mənə belə buyurdu. Kullu əməl ibn Adəm huvə ləh, qeyrəs-siyam və huvə li, ənə əczi bih. Peyğəmbər buyurur ki, Allah belə buyurdu. Həqiqətin özü və hər şeyin reallığı və həqiqəti olan Həzrəti Allah, Həzrəti Haqq. Buyurdu ki, bütün əməllər, Adəm övladının həyata keçirdiyi bütün əməllər onun özünə məxsusdur, özü üçündür, özündəndir. Amma oruc tutmaqdan qeyri. Oruç tutmaq, Allah buyurur, huvə li, mənə aiddir, mənə xasdır, məndəndir. Sonra davamıca buyurur ki, və ənə əczi bih. Bu əməlin qarşılığını, mükafatını birbaşa mən özüm verirəm. Burada maraqlı bir sual çıxır ki, bizi ixlasdan bəhs etməyə vadar edir. Sual budur. Məgər yaradan və hər şeyi öz vücudundan ərsiyə gətirən Allah Teala, Xaliq, bizə vacib etdiyi əməllərin mükafatını özü vermirmi? Və yaxud da digər ibadətlər və vacibatlar Allah üçün edilmirmi? Bu sualın cavabında gərək bir nöqtəyə diqqət edək. Əzizlər, bütün ibadətlər və İslami rituallar insanı insanlıq kəmalına, varlığının həqiqətinə, vəsf olunmaqdan böyük olan, yəni əkbər olan Allaha çatdırmaq üçündür. Bütün ibadətlərin fəlsəfəsi mütləq kəmalımıza, sonsuzluğumuza, yəni həqiqətimizə, Allaha çatmaq üçündür. Bu kəmal yolu isə bir şeylə insan buna müvəffəq ola bilir. İxlas. Ki Allah Quranda ixlasa onlarla, bəlkə yüzlərlə ayədə təkid edir. Oruc tutmaq da bütün ibadətlərin fəlsəfəsi olan mütləq kəmala yetişmək üçün lazım olan ixlasa ən yaxın əməldir. Niyə oruç tutmaq ixlasa ən yaxın əməl hesab olunur? Çünki ixlas xilas sözündəndir. Bilirsiniz də biz də işlədirik, deyirik, fikir veribsiz biz danışanda bir yeməyi, bir hansısa bir şey tərifləyəndə, bir nəfərin işini tərifləyəndə deyirik, xalis filan çaydır. Satanda satıcılar deyir, öz malını tərifləmək üçün deyir, xalis filan yerin malıdır. İtaliyanındır, Almaniyanındır, Türkiyənindir, xalis İran malıdır, nə bilim filan yerin malıdır. Niyə? Xalisdir, yəni məsələn xalis Azərbaycan malıdırsa, ona Azərbaycançılıqdan heç bir şey qatılmayıb. Xilas sözü də xalislə eyni köklüdür.
xilas olmaq, yəni mənə mane olanlardan bir iş yolunda qurtarmaq. İxlas, yəni maniyələrdən özünü nicat vermək. İxlasın mənası budur. İxlas, yəni mən özümü məndən uzaqlaşdıran, həqiqətimdən uzaqlaşdıran hər bir maniyədən ayrılıram və özümü xilas edirəm. Bütün ibadətlərin içərisində fiziki və maddi aləmdə, insan həyatında, maddi mərhələdə, maddi bağlılıqlardan ən çox insanı qoparan orucdur. Ona görə də ixlasa ən yaxın olan əməl oruç tutmaqdır. Məxsusən də Allahın ayında oruç tutmaq. Təsadüfi deyil ki, ixlasla orucun bağlılıq fəlsəfəsinə Peyğəmbərin gözünün iki nuru olan Həzrəti Əli və Həzrəti Fatimə salamullahi əleyhimədən hədis varımızdır. Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağənin hikmətlərindən birində buyurur ki, Fərəvallah, Allah vacib elədi. Əs-siyam ibtilaən li-ixlasil xalq. Allah bəzi ixlasa aparan ibadətlərin içərisində orucu məxsusi vacib eləyib. Nəyə görə? İnsanlar yaradılmışların içərisində ixlasa çatsın. İxlasla imtihan olunsun. Fatimə-i Zəhra salamullahi əleyhə da belə buyurur. Fəradallahu əs-siyam təthbitən lil-ixlas. Allah oruç tutmağı buna görə vacib eləyib ki, insanın ixlası möhkəmlənsin. Yəni bir sözlə oruç tutmaq bərabərdir bütün maniyələrdən, zindanlardan, qəfəslərdən, hüdudlardan, hədlərdən və çirkinliklərdən açılanmağa və özünü özünə qaytarmağa. Bugünlük bu qədər. Allah'a əmanət olun.